Deməli, əziz yoldaşlar, bugün sizə coğrafiya sınaq toplusunda olan sınaq 1-in izahını təqdim edəcəm. Deməli, ilk öncə birinci suala baxacağıq. Birinci sualda qeyd olunur ki, səyyah meridian üzərində Cənub qütb dairəsindən şimala doğru hərəkət edərək 2941,5 kilometr yol getmişdir. Onun çatdığı paralel üzərində A və B məntəqələri arasında 2,5 saat yerli vaxt fərqi mövcuddur. Bu məntəqələr arasında miqyası 1,16 milyon olan xəritədə məsafənin 20,5 sm olduğunu bilərək təhrifi hesablayın. Deməli, ilk öncə nəzər yetirəcəyik nəyə? Bu səyyah haradan yola çıxıb? Bu səyyah Cənub qütb dairəsindən yola çıxıb. Bilirsiniz ki, Cənub qütb dairəsi dedikdə 66,5 dərəcə cənub enliyi nəzərdə tutulur və bu səyyah şimala doğru meridian üzərində hərəkət etmişdir. Nə qədər hərəkət edib? 2941,5 kilometr. O zaman gəlin görək, səyyahın getdiyi 2941,5 kilometr məsafə neçə dərəcəyə bərabərdir? Bunu 111-ə böləcəyik. Nə üçün 111-ə böləcəyik? Çünki səyyah şimala doğru meridian istiqamətində getdiyi üçün meridian üzərində bizim getdiyimiz 1 dərəcə də 111,1 və yaxud 111 kilometrə bərabərdir. O zaman buradan tapırıq 26,5 dərəcə. Deməli, səyyah şimala doğru 26,5 dərəcə getmişdir. Şimala doğru 26,5 dərəcə məsafə qət etsək, gəlib 40 dərəcə cənub enliyinə çatarıq. Deməli, səyyahın çatdığı enlik 40 dərəcə cənub enliyidir. Və qeyd olunur ki, onun çatdığı paralel üzərində A və B məntəqələr arasında 2,5 saat yerli vaxt fərqi mövcuddur. Bilməliyik ki, 2,5 saatımız 150 dəqiqəyə bərabərdir. Yəni, 1 saatımız bərabərdir 60 dəqiqəyə, 2,5 saatımız da bərabərdir 150 dəqiqəyə. 2,5-i vurursan 60-a, alırsan 150 dəqiqə. Deməli, səyyahın 40-cı paralel üzərində getdiyi A və B məntəqələr arasındakı məsafə zaman baxımından 150 dəqiqəyə bərabərdir. Bəs 150 dəqiqəmiz neçə dərəcəyə bərabərdir? Yəni, səyyah 40-cı paralel üzərində A-dan B-yə getdiyi zaman neçə dərəcə məsafə qət etmişdir? Bunu tapmaq üçün deyirsən ki, 1 dərəcəmiz 4 dəqiqəyə bərabərdirsə, 150 dəqiqəmiz bərabər olacaq 37,5 dərəcə. Deməli, səyyah 40-cı paralel üzərində A və B məntəqələr arasında 37,5 dərəcə məsafə qət etmişdir. Bunu necə tapdıq? 150-ni böldük 4-ə, aldıq 37,5 dərəcə. Artıq bilirsən ki, səyyahın 40-cı paralel üzərində getdiyi A ilə B arasında məhz 37,5 dərəcə məsafə var. Bəs yaxşı, 37,5 dərəcəmiz 40-cı paralel üzərində neçə kilometrə bərabərdir? Bunu tapmaq üçün deyirik ki, 40-cı paralel üzərində 1 dərəcəmiz bərabərdir 85,4 kilometrə. Bəs yaxşı, 37,5 dərəcəmiz neçə kilometrə bərabərdir? X buradan bərabərdir. 37,5-i vursaq 85,4-ə alacağıq 3202,5 kilometr. Deməli, biz bildik ki, nəticə itibarilə bu səyyahın 40-cı paralel üzərində getdiyi A və B məntəqələr arasında real məsafə 3202,5 kilometrə bərabərdir. Və həmin məsafəni gəlin baxaq görək xəritədə neçə kilometr olaraq göstəriblər. Söhbət gedən xəritədə 1 santimetrə düşən məsafə 160 kilometrdir. Yəni 5-0 silirik, edir 160 kilometr. Bəs həmin xəritə üzərində 20,5 santimetrimiz neçə kilometr olacaq? X buradan bərabərdir. Biz 160-ı vuracağıq 20,5-ə. Alacaq 3280. Deməli, normalda 3202,5 kilometrlik məsafə xəritədə təhrif olduğu üçün həmin məsafəni hesabladıqda 3280 kilometr tapırıq. Deməli, burada bir təhrif var. Bu təhrif neçə kilometrə bərabərdir? Tərifi tapmaq üçün 3280-dən 3202,5-i çıxacağıq. Alacaq 77,5 kilometr. Deməli, bu tərif 77,5 kilometrə bərabərdir. Doğru cavabımız olacaqdır. Məhz A variantı. Növbəti sualımıza keçid edək. Deyək ki, sxemə əsasən dağın nisbi hündürlüyü ilə
Böyük Kirs zirvəsinin mütləq hündürlüyü arasındakı fərqi hesablayın. Deməli, əziz yoldaşlar, bu sualda sizlərin bilməli olacağınız bir neçə nüans var. İlk öncə, Böyük Kirs zirvəsi Qarabağ silsiləsinin ən hündür zirvəsidir. 2725 metrdə hündürlüyə malikdir. İkinci bir məqam, dağın nisbi hündürlüyü dağın zirvəsi ilə ətəyi arasındakı hündürlük fərqini deyilir. Deməli, bizim burada verilmiş horizontalda nisbi hündürlüyü tapa bilmemiz için kenar horizontal hündürlüğünü tapmağa ehtiyacımız var. Yaxşı. İlk önce biz burada ne görürük? Dağ relyef forması görürük. Çünkü gördüğünüz gibi beşlikler kenara doğru çekilmiştir. Demek bu dağ relyef formasıdır. Burada bizim kenar horizontal tapmağımız için elbette ki kesme hündürlüğe ehtiyacımız var. Ama görürsünüz ki sualın şərtində kesme hündürlüğü ilə bağlı bir məlumat yoxdur. Deməli, kesme hündürlüğü ilə bağlı başka bir ipucu var burada. Bu başka ipucu nedir? Bak görürsənmi? Burada qeyd olunub ki, B məntəqəsinin temperaturu 13,4 dereceye beraberdir. Bəs A məntəqəsinin temperaturu nə qədər qeyd olunub? 8 derece. Burada temperaturları vermek sana bir ipucudur. Kesme hündürlüğü tapabilmeyin için. Zaten burada temperaturlar başka bir hiçbir işe yaramır. Baxaq görə A ile B arasında ne kadar temperatur farkı var? Baxanda görürük ki aralarında 5,4 derece temperatur farkı var. Dərhal biz xatırlayırıq ki her 100 metre temperatur 0,6 derece azalır. Bəs 5,4 derece temperatur farkı için bizim neçə metrə ehtiyacımız var? Əlbəttə ki 900 metre. Bu deməkdir ki A ile B arasında 900 metr hündürlük var. Hündürlük farkı var. Ve A ile B arasında iki boşluk görürsen o zaman o 900 metri bölsek 2'ye alacağıq 450 metr. Bak sen aldığın bu 450 metr məhz kəsmə hündürlüktür. Burada her şey aydındır diye ümid edirəm. İndi gərək digər bir məqama. Artıq sən kəsmə hündürlüyü bilirsənsə bundan istifadə edərək ilk öncə daxil horizontalı, daha sonra isə kenar horizontal tapa bilərsən. Dağ relyef forması olduğu için deməli kenarlara doğru rəqəmlər, yəni hündürlüklər azalır. O zaman daxil horizontal nəyə bərabər olacaq? Daxil horizontal 2737 metrdən kiçik olub 450'ye bölünen ilk yaxın ədəd. 2737'den kiçik olub 450'ye bölünen, qalıqsız bölünen ilk yaxın ədəd biz deyəcəyik ki 2700 metrin özüdür. Deməli, daxil horizontal olacaq 2700 metr. Bəs kənar horizontal nəyə bərabər olacaq? Kənar horizontal tapmaq üçün ki, baxaq görə, daxil horizontalla kənar horizontal arasında neçə boşluq var? Görürsən ki, bir boşluq, iki boşluq, üç boşluq, dört boşluq var. Hər boşluğumuzda deməli, hər boşluğumuzda 450 bərabərdirsə, o zaman 450 vuraq 4, o da eləcək 1800 metr. Deməli 2700 ilə kənar horizontal arasında 1800 metr hündürlük fərqi var. Onda daxil horizontal 2700 isə kənar horizontal olacaq 2700 çıxaq 1800, o da bərabərdir 900 metrə. Artıq siz kənar horizontal tapmış oldunuz. Yani artıq nisbi hündürlük tapmağa ne var ki? Nisbi hündürlüğümüz o zaman ne kadar olacaq? Nisbi hündürlük bərabərdir 2737 çıxaq 900. Bu da bərabərdir. Biz 2737'den çıxsaq 900 metri alacaq 1837 metr. Bəs yaxşı. Böyük Kirs zirvəsi hündürlüğü ne kadar qeyd etmişdik? 2725. Gəl baxaq görək bunlar arasında ne kadar fark var? 2725 çıxaq 1837, o da bərabər edəcək 888 metr. Deməli, doğru cavabımız olacaqdır. Məhz Y variantı. Növbəti sualımız deyir, 70 derece şimal enliyində qütb gündüzlərinin başlandığı tarixdə güneş şüalarının günorta vaxtı 18,5 derece bucaq altında göründüyü paralelə ait olan xüsusiyyətləri müəyyən edin. Bu sual tam mix standartlı bir sualdır. Əslində birinci sualda, ikinci sualda deyərdim ki tam mix standartlı bir sualdır. Çünkü
sualların çətinlik səviyyəsi onun işlənmə mərhələlərinə görə təyin olunursa, birinci və ikinci suallarda kifayət qədər mərhələlər keçirsən, ona görə də əslində suallar tam olaraq standartı ödəyir. Üçüncü sualla bağlı məhz bu fikirdəyim ki, bu da tam olaraq mix standartını ödəyir və baxaq görə bu sualda biz nələr diqqət etməliyik. Bax, burada qeyd olunur ki, 70 dərəcə şimal enliyində qütb gündüzlərinin başlandığı tarixdir. Biz bilirik ki, Günəş hansı yarımkürədə zenitdədirsə, həmin yarımkürənin qütb işıqlanma qurşağında qütb gündüzləri, əksi yarımkürənin qütb işıqlanma qurşağında isə qütb gecələri qeydə alınır. Əgər 70 dərəcə şimal enliyində qütb gündüzüdürsə, o zaman bu ondan xəbər verir ki, Günəş şimal yarımkürəsində zenitdədir. Aha, bəs şimal yarımkürəsində zenitdədir də, harada zenitdədir? Biz qeyd eləmişdik ki, Günəşin zenitdə olduğu paralel ilə qütb gündüzlərinin və ya qütb gecələrinin başlandığı paralelin dərəcəsi 90 dərəcə bərabər olmalıdır. Yəni, əgər Günəş 70 dərəcə şimal enliyində zenitdədirsə, bu ondan xəbər verir ki, Günəş məhz 20 dərəcə şimal enliyində zenitdədir. Yenə təkrar edirəm, zenit nöqtəsi ilə qütb gündüzlərinin və yaxud qütb gecələrinin başlandığı paralelin dərəcəsinin cəmi 90-a bərabər olmalıdır ki, bu haqda biz kifayət qədər danışmışıq. Gəl. Biz deyirik ki, 70 dərəcə Gördüm, gəlirsən. şimal enliyində qütb gündüzüsə, demək Günəş 20 dərəcə şimal enliyində zenitdədir. Bunu bildik. Bəs Günəş 20 dərəcə şimal enliyində zenitdə olduğu zaman hansı paralelə 18,5 dərəcə uzaq altında düşəcəkdir, onu tapaq. Qeyd edəcəyik ki, 90 dərəcə minus x plus minus 20 dərəcə bərabərdir 18,5 dərəcəyə. Buradan x plus minus 20 dərəcə, bu da bərabərdir 71,5 dərəcəyə. Buradan təbii ki, x minus 20 deyə bilmərik. Təbii ki, x plus 20 deməliyik. O da bərabər olacaq 71,5. X buradan bərabərdir 51,5 dərəcə. Əgər biz burada toplama apardıqsa, deməli, bu ondan xəbər verir ki, məntəqəmizlə Günəşin zenitdə olduğu məntəqə fərqli yarımkürələrdə yerləşir. Yəni, Günəş də şimalı zenitdə olduğu üçün, o zaman deməli, söhbət gedən paralel, yəni 18,5 dərəcə buzağı altında Günəş şüalarının düşdüyü paralel 51,5 dərəcə cənub enliyində yerləşir. Bu artıq bizə bəllidir. Demək, söhbət gedən paralel 51,5 dərəcə cənub enliyidir. İndi gəl onunla bağlı xüsusiyyətləri seçək. Deyir, bu paralelin orta fırlanma sürəti şimal mülayim işıqlanma qurşağının cənub sərhəddindən keçən paralelin orta fırlanma sürətindən daha aşağıdır. Deməli, bu doğru fikirdir. Nə üçün? Çünki siz bilirsiniz ki, orta fırlanma sürəti ekvatordan qütblərə doğru getdiyimiz zaman azalır. Ən yüksək orta fırlanma sürəti ekvator paraleli üzərində qeydə alınır. Ən az orta fırlanma sürəti isə qütblərdə qeydə alınır. Şimal mülayim işıqlanma qurşağının cənub sərhəddi bildiyiniz kimi 23,5 dərəcə şimal enliyidir. 23,5 dərəcə şimal enliyi 51,5 dərəcə cənub enliyinə nəzərən ekvator daha yaxın olduğu üçün 23,5 dərəcə şimal enliyində həqiqətən də orta fırlanma sürəti 51,5 dərəcə cənub enliyindən daha çoxdur. Ona görə birinci bənd doğru hesab olunur. Deyir, bu paralel xətti üzərində il ərzində Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə uzaqları fərqi 43 dərəcədir. Deməli, biz bilirik ki, məhz bu paralel xətti üzrə Günəşin maksimum düşmə uzağı Günəş cənub tropik xətti üzərində zenitdə olduqda qeydə alınır. Bu paralel xətti üzərində Günəşin minimum düşmə uzağı isə Günəş şimal tropik xətti üzərində zenitdə olduqda qeydə alınır. O zaman gəl ayrı-ayrı hesablayaq. Demək, bir dəfə deyəcək 90 dərəcə minus 51,5 çıxaq 23,5. Bu format tapmaqla biz həmin paralelə Günəşin maksimum düşmə uzağını tapacağıq. 51,5-dən çıxsaq 23,5-i eləcək 28, bu eləcək 28. 90-dan da 28-i çıxsaq, əlbəttə eləcək 62. Deməli, bu paralelə Günəşin maksimum düşmə uzağı 62 dərəcədir. İndi minimumunu hesablayaq. 90 minus 51,5 plus 23,5 deyəcək. Bu ikisinin cəmi eləcək deməli 75.
90'dan da 75 çıxanda isə 15 dərəcə. İndiyə baxaq görək. Bu paralel üzərində günəşin maksimum və minimum düşmə uzaqları fərqi neçə dərəcə olur? Təbii ki, sən nə edəcəksən? 62-dən çıxacaqsan 15-ə, eləcək 47 dərəcə. Sualın şərtindən nə qeyd eləmişdik? 43 dərəcə. Deməli, yanlış qeyd edib. İkini seçmirik. Deyir, kəsişdiyi bütün okeanların donan dənizləri mövcuddur. Kəsişdiyi bütün okeanlar dedikdə söhbət burada Atlantik, Sakit Hind okeanından gedir ki, bəli, üçünün də donan dənizləri mövcuddur. Bu doğrudur. İl boyu bu paralel üzərində məntəqələrdə kölgə günorta vaxtı cənub istiqamətində düşür. Bu da doğrudur. Ona görə ki, bəlli məsələdir ki, 51,5 dərəcə cənub enli günəşi il boyu özündən şimalda görür. Ona görə də daha doğrusu günorta vaxtı günəş şüalarının özündən şimalda görür. Ona görə də günorta vaxtı cismin kölgəsi cənub istiqamətini göstərir. Bilirsiniz, günəşin düşdüyü istiqamətlə kölgənin formalaşdığı istiqamət bir-birinə əks azimutlardır. Ona görə də biz deyirik 4 düzdür. Bu paralelin kəsişdiyi materiklərdə qütb gecə və gündüzlər baş verir. Bu yanlışdır. Ona görə ki, bu paralel Cənubi Amerika materiki ilə kəsişdiyi üçün Cənubi Amerika materikində də bilirsiniz ki, qütb gecə gündüzləri qeydə alınmır. Kəsişdiyi ərazilər yalnız platformalara uyğun gəlir. Bilirsiniz ki, Cənubi Amerikanın qərbi geosignal şərqi platformadır. Burada isə qeyd olunur ki, kəsişdiyi ərazilər yalnız platformalara uyğun gəlir. Bu doğru ifadə deyil. Ona görə altını biz seçmirik. Doğru cavab 1, 3 və 4 olmaqla B variantı olacaqdır. Növbəti sualımız deyir, 13-cü saat quşağının qərb sərhəddi ilə 8-ci saat quşağının şərq sərhəddi arasındakı yerli vaxt fərqini müəyyən edin. Deməli, əziz yoldaşlar, biz bilirik ki, 13-cü saat quşağı məhz qərb yarımkürəsində yerləşir. Qərb yarımkürəsində yerləşən bir meridianın, bir saat quşağının o deməli orta meridianı tapmaq üçün nə edirik? 24-dən çıxırıq, həmin saat quşağını vururuq 15-ə və bu şəkildə onun orta meridianı tapırıq. 13-cü saat quşağının da orta meridianı tapmaq üçün 24-dən 13-ə çıxacaq, eləcək 11, 11-i 15-i vuranlayacaq 165. Deməli, 13-cü saat quşağının orta meridianı 165 dərəcə qərb uzunluğudur. Və təbii ki, istənilən bir saat quşağının şərq və qərb sərhədini təyin etmək istəyiriksə, ilk öncə həmin saat quşağının orta meridianı tapmalıyıq. Əks təqdirdə bu mümkün olmaz. Aha. İndi 13-cü saat quşağının qərb sərhədi deyirsə, təbii ki, söhbət burada 172,5 dərəcəlik qərb uzunluğundan söhbət gedir. Bəs 8-ci saat quşağının orta meridianı tapacaq. Təbii ki, burada sadəcə olaraq 8-i birbaşa vuracaq 15-ə, alacaq 120 dərəcə şərq uzunluğu. 8-ci saat quşağının şərq sərhədi də düşür 127,5 dərəcəlik şərq uzunluğuna. Bizə nə deyirdi? Bu saat quşaqları arasında, bu saat quşaqlarının verilmiş sərhədləri arasındakı yerli vaxt fərqini müəyyən edin. Burada bunu iki cür hesablaya bilərik. Qrimviçi nəzərə almaqla hesablaya bilərik. Bu zaman vaxt fərqi kifayət qədər böyük olacaq. Və ya da ki, 180 dərəcəlik meridianı nəzərə alaraq hesablaya bilərik. Təbii ki, verilən cavablara baxdığımız zaman görürük ki, burada Qrimviçi nəzərə tutmayıblar. Çünki Qrimviçi nəzərə alınsaydı, bu vaxt fərqi olmazdı. Daha yüksək rəqəmlər olmalıydı. Demək, burada 180 dərəcə meridianı nəzərə tutub ona uyğun vaxt fərqini hesablayıblar. Təbii ki, bilirsiniz ki, 172,5 qərb uzunluq 180 dərəcəlik meridianı bax, bu mövqeyində yerləşir. O zaman gəl baxaq görək, 127,5 dərəcəlik, 127,5 şərq uzunluğu ilə 172,5 dərəcə qərb uzunluğu arasında neçə dərəcə fərq var. Bax, demək, buradan bura qədər eləyəcək nə qədər? 52,5 dərəcə. Buradan burada eləyəcək 7,5 dərəcə. Düzdürmü? Toplayanda olacaq bunlar arasında 60 dərəcə məsafə. Yəni, Qrimviç yox. 180 dərəcə meridianı nəzərən baxdığımız zaman verilmiş meridianlar arasında dərəcə fərqi 60 dərəcəyə bərabərdir. O 60 dərəcəmiz vaxt baxımından neçə dəqiqə bərabərdirsə, deyirik ki, bir dərəcəmiz əgər 4 dəqiqədirsə, o zaman 60 dərəcəmiz də bərabərdir 240 dəqiqə. Doğru cavabımız burada olacaqdır, məhz D variantı.
Növbəti sualımız ərazisinin əksər hissəsinin Baykal qırışıqlıq vilayətində yaranan platforma müəyyən edin. Baxanda cavabları Avstraliya, Ərəbistan, Sibir, Hindistan, Şərqi Avropa platformalarını görürük və sizdə bir sual yaranır. Axı bütün bunlar hamısı qədim platformalardır və axı biz qeyd etmişik bütün qədim platformalar Baykal dağlamaya gəlməsidir. Və sualda məndən nə istəyir? Yəni bütün variantlara uyğun gəlir axı. Bu düşüncə yaranır sizdə təbii ki. Amma burada deyir ki, ərazinin əksər hissəsi Baykal qırışıqlıq vilayətində yaransın. Məsələn, Avstraliya qədim platformadır. Bəli, biz burada Baykal dağlamaya gəlməsini görürük. Həqiqətən bu platformanın bünövrəsi Baykal dağlamaya gəlməsində qoyulub, amma axı biz bunun həm də fərqinə baxanda nə görürük? Böyük su ayrıcı dağları görürük. Böyük su ayrıcı dağlar Baykal dağlamaya gəlməsi deyil, Paleozoikasına aiddir. Hertzin dağlamaya gəlməsi. Hə, deməli belə çıxır ki, Avstraliya qədim platforması heç də bütövlükdə başdan ayağa Baykal dağlamaya gəlməsindən ibarət deyil. Bu eyni zamanda Şərqi Avropada da biz bunu görə bilərik. Eyni zamanda Sibir platformasında da. Hindistan platformasında da məhz belə ərazilər görə bilərik ki, yalnız Baykal yox, həm də digər Paleozoikasına aid olan ərazilər olsun. Amma Ərəbistan bütövlükdə əgər dünyanın geoloji quruluş və faydalı qazıntılar xəritəsini baxsaq görəcəyik ki, ən qədim qırışıqlıq vilayəti olaraq göstərilir. Yəni bənövşə rəngdə göstərilir. Xəritəyə baxdığınız zaman da görə bilərsiniz. Yəni Ərəbistan qədim platformasının əksər hissəsi Baykal qırışıqlıq vilayətində formalaşmışdır. Ona görə doğru cavab burada olacaqdır. Məhz C variantı. Növbəti sual. Eylerben diaqramına əsasən uyğunluğu müəyyən edin deyir. Burada Karpat dağları, Skota-Alin dağları və Zagros dağları verilib. Bir mülayim işıqlanma qurşağında yerləşir. Verilən dağların yerləşmə mövqeyinə baxsaq görəcəyik hər biri məhz mülayim işıqlanma qurşağındadır. Yəni bu üç dağın üçü üçündə məhz oxşar fikirdir. Kim yeri qırışıqlığında, yəni Mezozoik dağ əmələ gəlməsində formalaşıb deyirsə, təbii ki, söhbət Skota-Alin dağlarından gedir. Çünki Karpat dağları və Zagros dağları bilirsiniz ki, Alp dağ əmələ gəlməsində formalaşmışdır. Mütləq hündürlüyü 3000 metrdən çoxdur deyirsə, təbii ki, biz burada qeyd edəcəyik ki, söhbət Zagros dağlarından gedir. Çünki Karpat dağlarında, Skota-Alin dağlarında hündürlüyü 3000-dən azdır. Hətta Karpat dağlarına daha dəqiq desək, ən hündür zirvə Gellohofski ştit zirvəsidir. O da 2655 metr hündürlüyə malikdir. Mülayim kontinental iqlim vilayətində yerləşir deyirsə, söhbət burada Karpat dağlarından gedir, hansı ki, Şərqi Avropa regionunda yerləşir və mülayim kontinental iqlim vilayətinə düşür. Yerləşdiyi ölkənin əhalisinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur deyirsə, burada Karpat dağlarının bir dənə Mazarastanı nəzərə almasaq, yerdə qalan yerləşdiyi ölkələrin hamısı Hind-Avropa dil ailəsinə aiddir. Skota-Alin dağları Rusiya ərazisində yerləşir, o da Hind-Avropa dil ailəsinə aiddir. Zagros dağlarının böyük bir hissəsi İran tərəfə düşür, ona görə İran da Hind-Avropa dil ailəsinə aiddir. Düzdür, bir hissəsi İraqa da düşür. İraq Afro-Asiya dil ailəsinin Sami-Hami dil qrupudur, ərəb olduğu üçün. Amma nəticə etibarilə, yəni biz bu üç dağın üçünün də yerləşdiyi ərazidə Hind-Avropa dil ailəsini görə bilirik. Ona görə Y üçünə də görə də oxşar fikirdir. İnkişaf etməkdə olan ölkənin ərazisində yerləşir deyirsə, zaten bu dağların hamısı inkişaf etməkdə olan ölkələrin ərazisində yerləşir. Bir dənə Karpat dağlarının bir hissəsi, çox az bir hissəsi Avstriyaya düşür, çox az bir hissədir o da. Yerdə qalan Karpat dağlarının düşdüyü bütün ölkələrin hamısı inkişaf etməkdə olan ölkədir. Skota-Alin dağlar Rusiyadır, Rusiyada inkişaf etməkdə olan ölkədir. Zagros da İran və İraqın sərhədində yerləşir. Onlar da inkişaf etməkdə olan dövlətlərdir. Demək, burada necə olacaq? 1-ə D, 2-ə B, 3-ə C olacaqdır. Doğru cavabımız A variantı. Doğru olmayan fikirləri müəyyən edin deyir. Deyir, Atlas, Ant və Kordilyer dağları 3 yarımkürədə yerləşir. Bu ifadə doğru deyil. Ona görə ki, Kordilyer dağları 3 yox, 2 yarımkürədə, şimal və qərb yarımkürəsində yerləşir. Atlas və Ant dağları 3 yarımkürəyə düşür. Belə ki, Atlas dağları şərq, qərb və şimal yarımkürəsində, Ant dağları da şimal, cənub və qərb yarımkürəsində yerləşməklə 3 yarımkürədə yerləşmiş olur. İndi burada Kordilyer dağlarına görə bu bənd doğru deyil. Tibet dağlıq yaylası mütləq hündürlüyünə görə Qafqaz dağlarından daha böyükdür deyirsə tamamilə doğrudur. Tibet dağlıq yaylasının 6000 metrdən yuxarı olan əraziləri də var.
Yani bu bakımdan Qafqaz dağlarından daha hündür deyə bilərik. Çünki Qafqazın ən hündür zirvəsi Elbrusdur. O da 5642 metr hündürlüyə malikdir. Aplas dağlarının qərb, Ural dağlarının şərq yamacları daha çox yağıntı alır ifadəsi tamamilə yanlışdır. Ural dağlarının əgər qərb və şərq yamaclarını müqayisə etsək, biz deyəcəyik ki, onun qərb yamaclarına daha çox yağıntı düşür, şərq yamaclarını yox. Çünki şərq yamacları okeandan çox uzaqdır. Və şərq yamacları mülayimin kəskin kontinentalına düşür. Ural dağlarının qərb yamacı isə mülayim kontinentaldır. Əgər bu ikisi arasını müqayisə etsək, təbii ki, qərb yamaclarına şərqə nəzərən daha çox yağıntı görərik. Aplas dağlarını müqayisə etsək, Aplasın qərb yox, şərq yamacı daha çox yağıntılı. Çünki şərq yamacları isti Gulf Stream cəryanının təsiri ilə deməli, orografik yağıntılara məruz qalır. Amma qərb yamacları biz deyəcəyik ki, daha quraqdır şərqə nəzərən. Ona görə burada doğru verməyib. 3 səhvdir. Cotopaxi, Popocatépetl və Ruiz vulkanları Latin Amerikası ölkələri arasında yerləşir deyil, düz deyil. Latin Amerikası hara deyilir? İlk öncə biz bunu bilməliyik. Latin Amerikası bildiyiniz kimi Meksika və Meksikadan cənubda yerləşən bütün ölkələrə əhatə edir. Və Cotopaxi Meksikada, Popocatépetl və üzr istəyirəm, Cotopaxi Ekvadorda, Popocatépetl Meksikada, Ruiz Kolumbiya ərazisində yerləşir və nəticə itibarilə bunun üçü də Latin Amerikası regionuna düşür. Ona görə 4 düzdür. Kap, Ural və Böyük Su Harici dağları geosinkronun inkişafının 4-cü mərhələsindədir, düz deyil. Nəticə etibarilə bu dağların hamısı qədim dağlardır. Belə ki, Hertzin dağ əmələ gəlməsində formalaşmış olan dağlardır və bunlar Hertzində, yəni Paleozoy arasında formalaşdıkları üçün geosinkronun 4-cü mərhələsinə aiddirlər. Düzdür. Qədim olmasına baxmayaraq, Tianşan dağlarının mütləq hündürlüyü Pamir və Kunlun dağlarının daha çoxdur. Səhv deyil. Çünki Pamir'in maksimal hündürlüyü bilirsiniz ki, deməli 7719 metr hündürlüyə malik olan deməli Kongur zirvəsidir ki, Tianşanın ən maksimum hündürlüyü də Qələbə piki 7439 metrdir. Deməli, Tianşanın hündürlüyü Pamirdən çox deyil. Heç Kunlundan da çox deyil. Kunlun dağlarının ən hündür zirvəsi Ulmuzdağdır. O da 7500-dən çox olmaq səviyyət tünəmsi. Tam dəqiq indi rəqəm xatırlamadım, amma Kunlundan da çox hündür deyil. Nəticə etibarilə biz deyəcəyik ki, 6-cı bənd yanlışdır. Doğru cavab 1, 3 və 6 olacaqdır. 8-ci sual. Deyir, Respublikamızda ən cavan suxurların yayıldığı ərazilərdə yerləşən şəhərləri müəyyən edin. Deməli, baxaq burada verilən müxtəlif rayonlara görə. Məsələn, Samux şəhəri neogen yaşlı suxurlarla əhatə olmuşdur. Bizdən Respublikamızda ən cavan suxurların yayıldığı ərazilərdə yerləşən şəhərlər istəyir. Ölkəmizdə də ən cavan yaşlı suxurlar 4-cü dövrün çökmə suxurlarıdır. 4-cü dövrün çökmə suxurlarıdır. Samux neogen olduğu üçün bunu seçmirik. Heç yardımlı da neogen və paleogende yerləşir. Olmaz. Qobustan neogendir. Lerikdə biz daha çox paleogen yaşlı suxurlar görəcəyik. Olmaz. Düzdür, burada Ucar və Sabirabad ikisi də ödəyir. Kürdəmir ödəyir, Xaçmaz ödəyir, amma Gədəbəydə biz Yura, Təbaşir dövrünə aid olan suxurları görə bilərik. Nəticə etibarilə ödəmir. Deməli, Şahbuzda paleogen yaşlı, neogen yaşlı suxurları görürük, ödəmir. Tərtər şəhəri deyirsə, 4-cü dövr çökmə suxurları var. Ağdam şəhəri 4-cü dövrün çökmə suxurlarındadır. Ağstafa şəhəri 4-cü dövrün çökmə suxurlarına düşür. Ona görə doğru cavabımız olacaq burada məhz İ variantı. Daha sonra növbəti sualımız. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Faydalı qazıntı, yatağın adı və yerləşdiyi inzibati rayon qeyd olunub. Kromit yatağı, ipək yatağı olaraq düzdür. Yəni, ipək kromit yatağıdır. Və Laçın rayonunda da düzdür. Yəni, birinci sıra doğrudur. Hacıbəlli kvars qum yatağıdır. Və Qobustanda yerləşmir. Abşeronda yerləşir. Ona görə də biz qeyd edirik ki, bu doğru deyil. Ona görə ikinci seçmirik. Əhəng daşı yataq olaraq zəyyəm düzdür, amma daş kəsəndə yox, kəmkirdədir. Olmaz. Polimetal Mazımçay doğrudur. Amma Mazımçay Zaqatalda yox, Balakəndə yerləşir. Ona görə olmaz. Molibden yataq olaraq Diyaqçay düzdür. Ordubad rayonunda yerləşir, bu da düzdür.
Kükürt Koçistanı olarak Çırakdere yatağı düzdür ve Göygöl rayonunda yerleşir. Bu da düzdür. Demek doğru cevabımız olacak 1, 5 ve 6. C variantı. Növbəti sualımız doğru olan fikirlərdir, müəyyən edin. Perry və Bengel cərəyanları cənub mülayim istilik qurşağının sahəsinin genişlənməsinə səbəb olmuşdur. Düz deyil. Niye düz deyil? Çünki soyuq Perry və soyuq Bengel cərəyanları cənubdan şimala doğru soyuq su axıntısı gətirir və nəticə etibarilə soyuq su axıntısı o cərəyanların keçdiyi ərazilərdə mülayim istilik qurşağının sərhədinin daha da yuxarı qalxmasına səbəb olur. Çünki istilik qurşağının temperaturuna uyğun gəlmədiyinə görə. Əgər biz istilik qurşaqlarının zaten xəritəsinə də baxdığımız zaman görə bilərik ki, həqiqətən də soyuq Perry və soyuq Bengel cərəyanlarının təsiri altında olan ərazilərdə məhz mülayim istilik qurşağının sahəsi artır, tropik istilik qurşağının sahəsi isə azalır. Yəni burada bir düzdür. Yanvar və iyul izoterimlər arasındakı ən böyük temperatur fərqi Avrasiya materikinin mülayim iqlim qurşağının kəskin kontinental tipində qeydə alınır. 2 düzdür. Siklonun daxil olduğu ərazilərdə havanın qalxan hərəkət nəticəsində bir quru hava şəraiti yaranır. Bu yanlışdır axı. Əziz yoldaşlar, qalxan hava nə vaxtdan bəri quru hava şəraiti yaradır? Biz nə demişik? Demişik, siklonlar bir ərazi daxil olduğu zaman yağıntılı, küləkli, məhz əsl xəngəl havası yaradır. Quru hava şəraiti yaratmır. Yağıntılı hava şəraiti yaradır. Çünki qalxan havadır. Biz bilirik ki, siklonlar kənarda yüksək, mərkəzində alçaq təzyiq olan fırlanan küləklərdir. Və siklonun mərkəzində alçaq təzyiq sahəsində qalxan hava formalaşmışdır. Və qalxan hava yağıntı verir. Quru hava şəraitini biz antisiklonda görürük. Ona görə də 3 doğru deyil. Ümumi radiasiyanın ən böyük qiymət aldığı ərazilər ekvator iqlim qurşağında yerləşir ifadəsi doğru deyil. Çünki biz bilirik ki, ümumi radiasiyanın ən yüksək qiyməti tropik enliklərdə qeydə alınır. Tropik enliklərdə ümumi radiasiyanın miqdarı 200-220 kilokaloriya bərabərdir. 200-220. Hansı ki, ekvatorialda isə 140-145 kilokaloridir. Mülayim enliklərdə isə 100-140, qütblərdə isə 50-60 kilokaloriya bərabərdir ümumi radiasiyanın miqdarı. Deməli, ümumi radiasiyanın ən böyük qiymət aldığı ərazilər ekvator iqlim qurşağında yox, tropik iqlim qurşağında yerləşir. Bulutları təşkil edən əsas su kütləsi maye haldadır, düz deyir. Bəli, bulutları təşkil edən əsas su kütləsi maye halında olur. Havanın su buxarı ilə doyma həddi artdıqca, yağınlı düşmə ehtimalı da artır. Bax, havanın temperaturu artdıqca təbii ki, doyma həddi də artır. Havanın doyma həddi artdıqca, hava deməli, doymadan uzaqlaşır. Doymadan uzaqlaşdığı üçün yağıntı düşmə ehtimalı azalır. Fərz edək, havada 15 qram su buxarı var, temperatur 20 dərəcədir. İndi bu halda mı yağıntı düşmə ehtimalı daha çoxdur, yoxsa havadakı su buxarı olduğu kimi qalır 15 qram, temperatur artdı oldu 30 dərəcə. Belə olan halda havanın su buxarı doyma həddi də artmış olur. Olur 30 qram bir kub metr üçün, düzdürmü? Və yağıntı düşmə ehtimalı əksinə artır, azalmış olur. Yəni, havanın su buxarı ilə doyma həddi artdıqca yağıntı düşmə ehtimalı da artır ifadəsi doğru deyil. Azalır qeyd olunmalı idi. Ona görə də biz altını seçmirik. Doğru cavabımız 1, 2, 5 olmaqla B variantı olacaqdır. Deməli, burada bir fikir yarana bilər sizdəki. Yanvar və iyul izotermlər arasındakı ən böyük temperatur fərqi Avrasiya materikində niyə qeydə alınır? Niyə məsələn Şimal Amerikada da mülayim kəskin kontinentalı var? Niyə oranı seçmirsiniz? Çünki həmin hissə biz deyirik ki, yəni Şimal Amerika ilə Avrasiya nəzərə yetirəndə Avrasiyanın mülayim enlikləri, mülayim kəskin kontinentalı daha geniş ərazini əhatə edir və okeanlardan daha uzaq yerləşmişdir. Baxın da görürsünüz ki, məsələn Qərbi Sibir və ya da ki, Orta Sibirin bir hissəsi okeandan daha uzaqdır, daha kontinentaldır. Rütubətdən daha çox məhrum olmuş ərazilərdir. Biz bilirik axı, rütubət azaldıqca il ərzində temperatur fərqi daha çox yaranmış olur. Amma Şimal Amerikanın o hissəsi daha ensizdir. Düzdür, orada da mülayim kəskin kontinental var, amma o ikisini müqayisə etdiyimiz zaman biz Avrasiyada daha çox kontinentallıq görürük. O baxımdan burada Avrasiya materikindədir ifadəsini biz doğru olaraq seçdik.
Doğru cevap dedik B variantı olacaktır. 11. sual deyir. Eylirvin diaqramının əsasən uyğunluğu müəyyən edin. Kürün sol qolları və sağ qolları qeyd olunub. Deyir, mənsəblər okean səviyyəsində həm yuxarıda, həm də aşağıda yerləşə bilər. Biz kürün sağ və kürün sol qolları arasında görə bilərik ki, həm okean səviyyəsində, mənsəbi həm okean səviyyəsində yuxarıda olan, həm də mənsəbi okean səviyyəsində aşağıda yerləşən çaylar mövcuddur. Ona görə bir x üçün də oxşardır. Keçdiyi ərazilərdə yağıntılara bərabər paylanan mülayim isti iqlim yarıntısına rast gəlinə bilər. Bu təbii ki, kürün sol qollarına aiddir. Çünki kürün sağ qolları hardan gəlir? Naxçıvandan gəlir, Kiçik Qafqazdan gəlir. Bu ərazilərin heç birində yağıntılara bərabər paylanan mülayim isti yoxdur. Amma kürün sol qolları genel olarak Böyük Qafqazdan gəlir. Və Böyük Qafqazda biz yağıntılara bərabər paylanan mülayim isti görə bilərik. Ona görə ikini seçirik kürün sol qollarına. Mənbəyi, bax baba fikir verir, mənbəyi, mənsəb demir ha, mənbəyi 4-cü dövr suxurlarının yayıldığı ərazilərdə yerləşən çay aiddir deyirsə, mən bunu kürün sağına götürərəm. Nə üçün? Kürün sol qollar arasında mənbəyini, başlanğıcını 4-cü dövrün suxurlarına götürən bir çay yoxdur. Amma sağ qollar arasında, məsələn, mən Tərtər çayı, məsələn, mən Həkəri çayı qeyd edə bilərəm. Tərtər çayı birbaşa hətta kürün sağ qoludur da, belə deyək. Həkəri ikinci dərəcəli qoludur. Məsələn, Tərtər çayı Gəlinqayadan başlayır. Gəlinqaya 4-cü dövrün vulkanik suxurlarında yerləşir. Ona görə də biz deyirik ki, 3 kürün sağ qollarına aid olan fikirdir. Aralarında transsərhəd çaylar mövcuddur. Bu sağında da var, solunda da var. Məsələn, solunda Qanıq və Qabırı çaylarını, sağında da Araz çayını qeyd edə bilərik. Ona görə 4 oxşardır. Hövzəsinin suları ilə Aşıq Bayramlı və Cavanşir su anbarları qidalanır. Aşıq Bayramlı İsmayılıda, Cavanşir Ağsu rayonunda yerləşən su anbarlarımızdır ki, bunlar məhz kürün sol qolları ilə demək qidalanırlar. Ona görə 5 gedəcək kürün sol qollarına. Demək 1-ə 2, 5, 2-yə 3, 3-ə 1, 4 olmaqla doğru cavabımız D variantıdır deyəcəyik. Növbəti sual. Bax, deyək ki, iqlim diaqramının aid olduğu iqlim tipi üçün deməli, düzgün fikirləri müəyyən edin. Əziz yoldaşlar, hər zaman dediyim kimi bir daha təkrar edirəm. Diaqramı təhlil etdiyiniz zaman baxmalısınız ki, bunun temperatur xəttində ən yüksək temperatur nə vaxt qeyd alınır? Baxırsan ki, ən yüksək temperatur nə vaxt qeyd alınır? İyun ayında, iyul ayında və avqust ayında. İyul, avqust ayı hansı yarımkürənin ən isti ayıdır? Şimal yarımkürəsinin. Bəri başdan biz təyin elədik ki, bax ha, bu diaqram şimal yarımkürəsinə aiddir. Bunu artıq bildin sən. Görürsən ki, temperatur harası 30 dərəcəyə yaxınlaşıb, maksimal temperaturu, minimal temperaturu isə təqribən 5 dərəcəyə bərabərdir. Və yağıntılı dövr baxdığın zaman görürsünüz ki, dekabr, yanvar, fevral aylarındadır. Dekabr, yanvar, fevral ayı şimal yarımkürəsinin hansı aylarıdır? Qış ayları. Şimal yarımkürəsində qış aylarında yağıntı alan biz hansı iqlim quşağını tanıyırıq? Əlbəttə ki, subtropiki Aralıq dənizi iqlim tipini tanıyırıq. Subtropiki Aralıq dənizi iqlim tipi bildiyiniz kimi, bəli, 5-25, 5-30 dərəcə arasında bir temperatura malikdir. Yağıntılı dövrdə qış aylarına təsadüf edir. İndi bununla bağlı düzgün fikir seçməliyik. Keçid iqlim quşağında yerləşir. Bəli, Aralıq dənizi iqlim tipi keçiddir. Çünki bizə bu iqlim diaqramına aid olduğu iqlim tipindən bağlı məlumat istəyir. Bu iqlim tipi də Aralıq dənizi iqlim tipidir və Aralıq dənizi iqlim tipi də hansı iqlim quşağına aiddir? Keçid iqlim quşağı olan subtropika aiddir. Piriney, Apeni və Yucatan yarımadasına yayılmışdır. Yucatan yarımadasını görmür. Yucatan Meksikan yarımadasıdır və deyirik rütubəti tropikdə yerləşir. Ona görə də olmaz. Düzdür, Piriney və Apeni yarımadaları Aralıq dənizi iqlim tipində yerləşsə də Yucatan yerləşmir. Yayıldığı bütün ölkələr iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr qrupuna daxildir, yanlışdır. Bax, yayıldığı ölkələrdən biri Mərakeş, biri məsələn Əlcəzair, biri məsələn Tunis, Türkiyə, Suriya, Livan, Azərbaycan. Bunlar bəyəm inkişaf etmiş ölkələrdirmi? Xeyr. Deməli, heç də yayıldığı bütün ölkələr iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr qrupuna daxil deyil. Yayıldığı ərazilərdə əsasən qırmızı qonur torpaqlar üstünlük təşkil edir. Bu da doğru deyil. Nə üçün? Çünki Aralıq dənizi iqlim tipinin yayıldığı ərazilərdə zodyarpaqlı meşə və kolluqlar görürük.
əsasən ki, codyarpaqlı meşə və kolluqların da torpağı qırmızı qonur yox, qəhvəyə torpaqlardır. Bəs qırmızı qonur torpaqları harada görürük? Savannada. Demək 4 səhv. Mülayim işıqlanma qurşağında yerləşən ərazilər üçün səciyyəvidir. Bəli, Aralıq dənizi iqlim tipi mülayim işıqlanma qurşağında yerləşən bir iqlim tipidir. Bu iqlim tipinə yalnız bir materikdə rast gəlinmir. Düz deyil. Yalnız Antarktida materikində rast gəlinmir. Yerdə qalan bütün materiklərdə biz Aralıq dənizi iqlim tipinə rast gələ bilərik. Doğru cavab 1, 5, 6 olmaqla A variantıdır deyəcəyik. Növbəti sualımız deyir, keçid iqlim quşaqlarına aid olan xüsusiyyətləri müəyyən edin. Deyir, öz hava kütlələri mövcud deyil. Əla, gözəl. Burada hər şey güllük, gülüstanlıq. Və tiplərə bölünmürlər. Yanlış deyir. Sizlər bilməlisiniz ki, məhz keçid iqlim quşaqları subekvatorialdır, subtropikdir və subarktik, subantarktikdir. Bəli, subarktik, subantarktik və subekvatorial tiplərə bölünmür. Razıyam. Amma subtropik 4 iqlim tipinə bölünür. Ona görə də birinci bənd doğru deyil. Avrasiya materikində həmsərhəddirlər. Bəli, Avrasiya materikində həmsərhəd olan keçid iqlim quşaqları var. Subekvatorialla subtropik həmsərhəddir. Asiya qitəsində. Ona görə 2 düzdür. Şimal yarımkürəsində yağıntıların illik paylanmasında qeyri-bərabərlik müşahidə edilir. Doğrudur. Bu fikir səndə başqa bir fikir yaratmasın ki, bəyəm keçid iqlim quşaqları yalnız şimal yarımkürəsində mi qeyri-bərabər yağıntıya malikdir? Yox, burası fikir olaraq yazıb. Burada cənub yarımkürəsində yağıntıların illik paylanmasında qeyri-bərabərlik müşahidə edilir yazsa idi də doğru olacaqdır. Burası indi adam şimal yarımkürəsi yazmaq istəyir. İfadə olaraq doğrudur. Cənub yarımkürəsi yazsa da o zaman doğru olardı. Şimal Amerikanın Cənub Amerikanın isə şimal ucqar nöqtələri yerləşir. Düz deyir. Şimal Amerikanın cənub ucqar nöqtəsi Mariatodur, Panamada yerləşir, subekvatoral iqlim qurşağına düşür. Həm də təbii zonasında gəlin xatırlayaq dəyişkən rütubətli meşələr. Cənubi Amerikanın ucqar şimal nöqtəsi Qalinasdır, Kolumbiyada yerləşir, subekvatoral iqlim qurşağındadır. Təbii zonası savanna, yəni Llanosda yerləşir. Nəticə etibarilə Şimal Amerikanın Cənubi Amerikanın şimal ucqar nöqtəsi yerləşmiş olduğu məhz keçid iqlim qurşağında. Demək 4 düzdür. Şimal buzlu okean sahillərində yayılmamışdır. Niyə? Şimal buzlu okean sahillərində biz subarktik iqlim qurşağına rast gələ bilərik. Məsələn, Avropanın şimalında, Skandinaviya yarımadasında. İslandiya, Kuba və Madagaskar adalarında yayılmışdır. İslandiya subarktikdədir. Madagaskarda subekvatora rast gələ bilərik. Amma Kuba heç bir keçid iqlim qurşağına düşmür. Çünki Kuba adasının iqlimi rütubətli tropikdir. Ona görə də biz deyəcəyik ki, uyğun gəlmir. Doğru cavab 2, 3 və 4 olmaqla C variantıdır deyəcəyik. Növbəti. Qarda və İnari gölləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Qarda bilirsiniz ki, məhz İtaliyada yerləşən tektonik buzlaq mənşəli şirin sulu göldür. İnari Finlandiyada yerləşən tektonik buzlaq mənşəli şirin sulu göldür. Qarda dağ gölüdür, İnari düzənlik gölüdür. İndi bunlarla bağlı ümumi xüsusiyyətləri seçməliyik. Bir inkişaf etmiş ölkələrin ərazisində yerləşirlər. Bəli, hər ikisi inkişaf etmiş dövlətlərin ərazisindədir. Bir düz. Vulkanik mənşəli göllərdir. Xeyr, hər ikisi də tektonik buzlaq mənşəlidir. Hündür dağ göllərdir. Bu fikir Qarda gölünə aiddir. Amma İnari gölü hündür dağ gölü deyil. Yerləşdiyi ölkələr Avropa İttifaqına üzv ölkələrdir tamamilə. Doğrudur. Finlandiya və İtaliya ikisi də Avropa İttifaqına üzv olan dövlətlərdir. Yerləşdiyi ölkələrin ərazisinin çox hissəsi əsas iqlim qurşağına uyğun gəlir deyir, yanlışdır. Düzdür. Finlandiyanın ərazisinin 90% deyərdim ki, əsas iqlim qurşağı olan mülayim iqlim qurşağında, mülayimin kontinentalında yerləşir. Amma İtaliya tamamilə subtropikin Aralıq dənizi iqlim vilayətində yerləşir. Ona görə də bu fikir doğru ola bilməz. Axarlı göllərdir, bəli. İkisi də axarlı şirinsulu göllərdir. Doğru cavabımız 1, 4 və 6 olmaqla B variantı olacaqdır. Növbəti. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi təbii vilayət üçün düzgün fikirləri müəyyən et. Aha. Burada iqlim diaqramına bağlı düzgün fikirlər istəmir. Burada iqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi təbii vilayətlə bağlı doğru fikirlər istəyir.
Burada 1402'ni görən kimi bildiyim ki, söhbət Lənkərandan gedir. 1402 bilirsiniz ki, Lənkəran şəhərinə düşən yağıntı miqdarını göstərir. Lənkəran da yerləşir təbii vilayət olaraq elə Lənkəran vilayətində. Aha. Gəlin indi ümumi vilayətlə bağlı doğru fikirlər seçək. Təkrar edirəm, sırf Lənkəranla bağlı yox. Ümumi təbii vilayətlə bağlı doğru fikirləri seçməliyik, diqqətli olmalısınız. Bir yağıntılara bərabər payında mülayim isti iqlim yarım tipi yayılmışdır. Bəli, Lənkəran vilayətində biz yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipi görə bilərik. Suvarma şəraitində əkinçilik həyata keçirilir. Tamamilə doğrudur. Çünki Lənkəran vilayətinə yağıntılar ilin soyuq dövründə düşür. Payız və qış aylarında düşür. Yay aylarında isə çaylardan istifadə edərək suvarma əkinçiliyi həyata keçirilir. Ki düzdür. Alp və subalp çəmən landşafları yayılmışdır. Bu doğru deyil. Düzdür. Lənkəran vilayətində tala şəklində də olsa biz subalp çəmənlikləri görə bilərik. Yayı quraq keçən soyuq və qışı quraq keçən soyuğun Talış dağlarında tala şəklində yayıldığı ərazilərdə. Amma geniş yayılmır, tala şəklindədir. Ona görə biz alp və subalp çəmən landşafları yayılmışdır ifadəsini doğru qəbul etmirik. Zaten çəmən ümumiyyətcə yoxdur. Dağ meşələri dağ çöllərindən daha yuxarıda yerləşir. Xeyr, əksinə dağ çölləri dağ meşələrdən yuxarıdadır. Burada landşaft inversiyası var. Düzənmi meşə, daha sonra dağ meşə, sonra quru dağ çölləri və dağ kistofit gəlir. Yəni dağ meşələr dağ çöllərindən daha yuxarıda yox, dağ çöllər dağ meşələrindən daha yuxarıda yerləşir yazılmalı idi. Tektonik qırılmalar boyunca termal və mineral bloklar səthə çıxmışdır, düz yer. Biz burada kifayət qədər mineral blok görə bilərik. Lerikdə Bülüdül, Astarada Aşağı Ağ Körpü və isti su, həmçinin Lənkəranda meşə su və isti su, Masallıda isti su, Ərkivan, Qotursu və Donuzluqdan mineral bloklarını görə bilərik. Ərazisindəki milli parkda təbii halda yayılmış şabalıt yarpaq palıd və Avropa qara çöhrəsi qorunur. Burada şabalıt yarpaq palıd yayılıb ifadəsi doğrudur. Amma Avropa qara çöhrəsini biz burada görmürük. Ona görə də Avropa qara çöhrəsinin burada nə işi var? Bilirsiniz necədir? Hirkan relikt və endemik bitkiləri qoruyur. Başa düşdünüz? Və burada biz Avropa qara çöhrəsi görməmişik. Lənkəran akasiyası, şabalıt yarpaq palıd, dəmir ağacı, Kümşat, Azad, bu kimi ağacları qeyd edilmiş, amma Avropa qara çöhrəsi yoxdur. Nəticə etibarilə 1, 2, 5 bu sualın doğru cavabı olacaqdır. Növbəti sualımız. Orta duzluğa malik okean suyunun buxarlandırılmasından alınan duzun miqdarı X su hövzəsinin eyni miqdarda suyunun buxarlandırılmasından alınan duzun miqdarına 2 dəfə çoxdur. X hövzəsinin orta duzluğu ilə qırmızı dənizin orta duzluğu arasında fərqi hesablayın. Sən avtomatik bəlkə də fikirləşmirsən ki, görürsən o X su hövzəsi hansı su hövzədir? Bəlkə də onu düşünmürsən. Əminəm düşünmürsən, aramızda mütləq onu düşünənlər olub. Amma burada o hansı su hövzəsi tapmaq bizim üçün də vacibdir, yəni əhəmiyyətli deyil. Sən sadəcə burada bilməli olacağın o idi ki, orta duzluq nə qədərdir? Orta duzluq bilirsən ki, bərabərdir 35 promilliyə. Deyək ki, orta duzluğa malik olan okean suyunun buxarlandırılmasından alınan duzun miqdarı X su hövzəsinin eyni miqdarda suyunun buxarlandırılmasından alınan duzun miqdarından 2 dəfə çoxdur. Yəni, orta duzluğa malik olan suyun 1 litrindən 35 qram duz əldə edirik və bu əldə olan duz həmin o X su hövzəsində əldə olunan duzun miqdarının 2 dəfə çoxdur. Onda həmin o X su hövzəsində duzluq nə qədərdir? 1 litrdə 17,5 qram. Yəni onun duzluğu bərabərdir 17,5 promilliyə. O zaman Qırmızı dənizlə bu X su hövzəsinin orta duzluğu arasında nə qədər fərq var? Qırmızı dəniz nə qədərdir? 42 promil. O zaman sən 42-dən 17,5 promilli çıxacaqsan. Və alacaqsan 24,5 promilli. Demək, doğru cavabımız olacaq D variantı. Bu qədər bəsit. Növbəti sual. Cədvələ əsasən hansı məntəqələrdə 1 kubmetr havada olan faktiki su buxarının miqdarının eyni olduğunu müəyyən edin. Təbii ki, bunun hamısını bir hesablaya bilərik. Birinciyə baxaq. Birincidə görürsən ki, maksimum su buxarı saxlama 24 qramdır. O zaman 24 qramımız 100%-ə bərabərdirsə, 60%-imiz nəyə bərabər olacaq? X.
X buradan bərabərdir. Tapacağıq 13 tam onda 2 qram. Deməli, birinci məntəqədə olan faktiki su buxarının miqdarı 13,2 qramdır. Gələk ikinciyə baxaq. Maksimum 19 qram saxlaya bilər. 19 qramımız 100%-ə bərabərdirsə, o zaman 47%-imiz olacaq X. Bu da X buradan bərabərdir. 19 vuracaq 47-yə. 47-ni vuracaq 19-a. Səsləri bağlı saxlamaq lazımdır. 47-ni vuracaq 19-a. Daha sonra tapacaq 893. Onu da 100-ə bölündürəcək 8,93 qram. Deməli, ikinci məntəqədə olan faktiki su buxar miqdarı 8,93 qramdır. Üçüncüyə baxaq. Maksimum 36 qram ola bilər. 36 qramımız 100%-ə bərabərdirsə, bəs 40%-imiz nəyə bərabərdir? X. X buradan bərabərdir. Deməli, 36-nı vursaq 40-a, 10 da bölsək 100-ə eləcək 14 tam onda 4 qram. Dördüncü məntəqə nəzərə yetirək. 17 tam onda 7 qramımız 100%-ə bərabərdirsə, o zaman 55%-imiz olacaqdır X. X buradan bərabərdir. 17 tam onda 7-ni vuracaq 55-ə və bunu da böləcəyik 100-ə. Eləcək 9 tam onda 7. Və nəhayət 5-ci. 24 tam onda 5 qramımız 100% isə, o zaman 80%-imiz nədir olacaq? X. X buradan bərabərdir. 80-i vuracam 24 tam onda 5-ə, bunu da böləcəyik 100-ə. Eləcək 19 tam onda 6. 19 tam onda 6 qram. Burada bizdən eyni olanları istəyir ki, mən yəqin ki, harasa bir hesablama xətası etmişəm. Bir dənə tələsməyim, 24 var. Burada səhv eləmişəm, üzrü sayın. Deməli, burada 13,2 yox, burada olacaq 14,4. Deməli, burada eyni olanlar birlə biz qeyd edəcəyik ki, məhz üçüncü məntəqə olacaq. Doğru cavabımız A variantı. Doğru cavabımız olacaqdır. Məhz A variantı. Növbəti suala keçəcək. Aha. 18 nömrəli test tapışında qeyd olunur ki, xəritə sxemini təsvir edilmiş çaya aid olan əlamətlər müəyyən edin. Burada baxırsan ki, 40 şimal enli görürsən. Demək, bu çay 40 şimal enli ilə 35 şimal enli arasındadır. Yəni, şimal yarımkəsində yerləşir və 105 dərəcə şərq uzunluğu ilə 120 dərəcə şərq uzunluğu arasında. Demək, bu ki, hansı şərqi Asiyaya uyğun gəlir? Bu, gördüyün kimi, bu Xuanxe çay olacaq. Bu Xuanxe çaydır. Bu formada gəlib tökülsəydə olacaqdır yansız sayı. Yəni, burada söhbət gedir Xuanxe çayındadır. Mənbəyi Tibetin şərq hissəsində yerləşir. Bu düzdür. Orta axarında gilli suxurlarla örtülü olan Lios yaylasından keçdiyindən bu suxurlar çayın suyuna sarı rəng verir. Biz dedik ki, bu da doğrudur. Üzərində 3 tərəf su elektrik stansiyası inşa edilmişdir. Yanlışdır. Çünki 3 tərəf su elektrik stansiyası bilirsiniz ki, yansız çay üzərindədir. Vadisində əhali sıx məskunlaşmışdır. Bəli, həm Xuanxe çayının, həm də yansız çayının bilirsiniz ki, vadisində tarixi olaraq əhali sıx məskunlaşmışdır. Transferet çay hesab olunur. Bilməlisiniz ki, mənbəyi və mənzəbi məhz Çində yerləşdiyi üçün transferet çay hesab edilmir. Yerləşdiyi ölkənin ən uzun çayıdır. Bilməliyik ki, yerləşdiyi ölkənin ən uzun çayı yansız çayıdır. Ona görə olmaz. Doğru cavabımız 1, 2, 4 olmaqla D variantıdır deyəcəyik. Növbəti sualımız. Kolumbiya və Missouri çaylarını birləşdirən ümumi xüsusiyyət. Yer su toplayıcı hövzəsi bütövlükdə seismik quşaqda yerləşir. Kolumbiya çayının hövzəsini elə deyə bilərik. Amma Missouri çayının mənbəyi qayalı dağlardır və Kolumbiya çayının mənbəyi qayalı dağlardır. Amma Missouri'nin mənsəbi gəlir Mississippi balığına düşür. Mississippi balığı da qədim Şimal Amerika platformasında yerləşir. Ona görə bu çayların su toplayıcı hövzəsi bütövlükdə seismik quşaqda yerləşə bilməz.
Mənsəbinin yerləşdiyi okeanın sahəsi fasiləsiz olaraq genişlənir. Birincisi, Kolumbiya mənsəbi Sakit Okeanıdır. Sakit Okeanın sahəsi getdikcə azalır. İkinci bir məqam, Missouri hansı bir okeana tökülmür? Missouri gəlir Mississippi çayına tökülür. Yəni biz bilməliyik ki, məhz onun hövzəsi, yəni mənsəbi, daha doğrusu okean yox, çaydır. Ona görə B variantı doğru ola bilməz. Mənbəyi qayalı dağlar yerləşir. Bəli, bu hər ikisi üçün də oxşar fikirdir. Hər ikisinin də mənbəyi qayalı dağlardır. Eroziya bazisi dünya okean səviyyəsində yuxarıda yerləşir. Bu ifadə Missouriyə aiddir. Çünki Kolumbiya çayının mənsəbi okean səviyyəsi qəbul olunur. Qidalanmasında yağış suları iştirak etmir. Hər ikisində qidalanmasında yağış suları iştirak edir. Çünki axtıqları ərazidə fakt yağış yağan ərazilər var. Necə ola bilər ki, qidalanmalarında yağış suları iştirak etməsin, düz deyilmi? Ona görə doğru cavab olacaq C variantı. Hər ikisinin mənbəyi qayalı dağlardır. Xəzərin Azərbaycan sektorundan şimalda yerləşən coğrafi obyektləri seçin. Azərbaycan sektorunun şimalda yerləşən, məsələn, Buzati və Ağrıxan yarımadları yazıb. Bunlar bəli, Azərbaycan sektorunun şimalda yerləşir. Amma Oqurtünski adası yox. Oqurtünski adası Türkmənistana aiddir və Azərbaycan sektorundan cənubdadır. Sisen adası və Buzati yarımadları doğru gəlir, amma Sələkən yarımadası yenə Azərbaycan sektorundan cənubdadır. Türkmənistanın yarımadasıdır, bildiyiniz kimi. Kulalı və Qazax körfəzi ikisi də Azərbaycan sektorundan şimalda yerləşir. Amma Miyanqala İranın yarımadasıdır ki, bu Azərbaycan sektorundan cənubda qalır. Sələkən yarımadası yenə uyğun gəlmir. Manqışlaq körfəzi və Suita adaları amma uyğun gəlir. Ağrıxan yarımadası, Qızlar və ya da Qızılyar körfəzi və Durnev adaları bilməliyik ki, məhz Azərbaycan sektorunun şimaldadır. Ağrıxan yarımadası Rusiyanındır, Qızlar körfəzi Rusiya sahillərindədir. Durnev adaları isə Qazaxstanın dedik ki, adalarıdır. Ona görə də burada Y variantı doğrudur. 21-ci sual, maraqlı bir sualdır. Deyir ki, A ölkəsində əhalinin sayı 17 milyon nəfər. Hər 1000 nəfərə düşən doğulanların sayı 4 nəfər, ölənlərin sayı isə 8 nəfər olmuşdur. Növbəti il ölkə əhalisinin sayı 17,2 milyon nəfərə çatmışdır. Ölkəyə gələn miqrantların sayını hesablayın. İlk öncə baxaq. İlk öncə sən diqqət edəcəksən nəyə? Təbii artım nədir? Təbii artım bilirsən ki, doğulanla ölən arasındakı fərq. Doğulan nə qədərdir? 4 nəfər. Ölən nə qədərdir? 8 nəfər. O zaman burada təbii artım yox, təbii azalma var. -4 eləyir. -4-ə bərabərdir. Bunu bildik. İndi gəl baxaq. Deməli, burada hər 1000 nəfərə 4 nəfər azalma gedir. Deyirsən ki, hər 1000 nəfərə -4-dürsə, o zaman 17 milyonu nə qədər eləyəcək? X. X buradan bərabərdir. 17 milyon -4-ə vursaq, 17 milyon 4-ə vursaq, 1000-ə bölsək, alacağıq 68 min. Səhv etmirəmsə, bir dənə hesablayayım. 17 milyonu gəl vuraq 4-ə və bunu da gəl bölək 1000-ə. Bəli, 68 min edəcək. Deməli, burada bir il ərzində 68 min azalma var. Yəni, hər 1000 nəfərə -4 olduğu üçün burada biz 68 min azalma görəcəyik. İndi bax, 68 min azalma oldu, düzdürmü? Əhali nə qədər idi? 17 milyon. 17 milyon, düzdür? 17 milyondan 68 min çıxacaq. 17 milyon 68 min çıxan neçə eləyir? Çıxacaq 68 min. Eləcək 16 milyon 932 min. Yəni, bu ölkədə 1 ilə 68 min azalma olubsa, ilin sonunda bu ölkədə əhali sayı 16 milyon 932 min olmalı idi. Amma nə qədər olub? 17 milyon 200 min. Deməli, burada gələnlər hesabına bu olub. Bəs nə qədər gəlib? 17 milyon 200 mindən sən çıxacaqsan 16 milyon 932 mini. Alacaqsan 268 min. Deməli, 268 min gələn əhalidir. Bir daha təkrar edirəm. Bax, bu ölkədə 68 min azalma var. 68 min azalmadırsa, yəni miqrantı qoydum kənara. Əgər miqrant falan gəlməsəydi, bu ölkədə ilin sonunda 17 milyon olmayacaqdır. Olacaq 16 milyon 932 min. Geri gedəcəkdir, azalacaqdır əhali. Fikrim aydındır mı? Amma baxıram 17 milyon 200 min olub. O deməkdir ki, bu ölkəyə kənardan gələnlər olub. 16 milyon 932 min olmalı olacağı halda olub 17 milyon 200 min. Bəs nə qədər gəlib? 268 min nəfər gəlib. Ona görə doğru cavab olacaq
Məhz B variantı. Növbəti 22 nömrəli test tapışına baxaq. Qonur dağ meşə torpaqlarının yayıldığı çay hövzələrini müəyyən edin. Deməli, burada bu sualın tam mahiyyətini anlamağınız üçün mən indi sizə bir xəritə tutsam, o xəritə üzərindən bunu izah edəcəm ki, tam mahiyyətini başa düşəsiniz. Mən həmişə bu qonur dağ meşə, qəhvə dağ meşəyə bağlı sizə ətraf məlumat vermişəm, amma təbii ki, bunu həm də görsel olaraq gözünüzlə görməyiniz çox əhəmiyyətlidir. Deməli, gəlin baxaq görək bizdə ilk öncə qonur meşə torpaqlarının hansı əraziləri görürük. Gördüyünüz kimi, bax burada sarı rənglə verilən ərazilər, yəqin ki, hal-hazırda siz xəritə görürsünüz. Mütləq xəritəni görməlisiniz. E, Baxın, xəritə nəzərə yetirəndə görürsünüz ki, bu qəhvə rənglə verilən ərazilər qonur meşə torpaqlarının olduğu ərazilərdir. Yəni biz Kiçik Qafqazda müəyyən ərazilərdə qonur meşə torpaqlarını görə bilərik, həmçinin Böyük Qafqazın cənubi yamacında görə bilərik. Qusar maili düzənliyin olduğu ərazilərdə qonur meşə torpaqlarını görə bilərik, bir də Lənkəran bölgəsində. Deməli, bizim hansı çaylarımızın hövzəsində qonur meşə torpaqları var? Lənkəranın bütün çayların hamısının hövzəsində qonur meşə torpaqları var. Böyük Qafqazın şimal-şərq yamacının istənilən çayının hövzəsində qonur meşə torpaqları var. Şirvan düzünün və Zaqatala-Lahıc, yəni Qanaqayır çay hövzəsinin çaylarının hamısının hövzəsində qonur meşə torpaqları var. Həmçinin Kiçik Qafqazda Tərtər çayın, bununla yanaşı biz deyəcəyik ki, məhz Kürək çay, Göran çay, İncə çay kimi çaylarımızın hövzəsində qonur meşə torpaqları görə bilərik. Amma baxın, Naxçıvan heç bir çayının hövzəsində qonur meşə torpaqları yoxdur. Bununla yanaşı biz Qobustan Abşeronun çaylarında qonur meşə torpaqları görmürük. Həkəri çayı, Köndələn çayı, Qurud çayın, Qarqar çayın, Xaçın çayın, Oxçu çayın, bunların da hövzəsində qonur meşə torpaqları görmürük. Bu baxımdan o zaman biz indi suala qayıtsaq, suala yenidən baxsaq, görəcəksiniz ki, qonur meşə torpaqlarının yayıldığı ərazilər, yayıldığı çay hövzələrində istəyirsə bizdən, biz deyəcəyik ki, doğru cavab burada olacaqdır. Variantlara baxaq. A variantı deyir ki, Tərtər, Göyçay və Qusar çay. Bunların bəli hövzəsində qonur meşə torpaqları var. B variantı Türyan çayda var. Hüdyal çayda var, amma Həkəri çayın hövzəsində yoxdur. Köndələn çayda yoxdur. Zəyəm çayda yoxdur. Şəmkir çayda yoxdur. Girdiman çayda var. Kiş çayda var. Əlincə çayda yoxdur. Yox, Naxçıvan çaylarının ümumiyyətcə yoxdur. Mazlum çayda var. Qadex çayda var, amma Oxus çayda qeyd edici ki, yoxdur. Doğru cavab olacaq burada məhz A variantı. Aha. Sonra keçək növbəti suala. Növbəti sualımız 23 nömrəli test tapşırığıdır. Qeyd olunur ki, A və B məntəqələrinin yerləşdikləri ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Deməli, baxın, A və B harada yerləşir? Baxanda görürsünüz ki, A yerləşir, deməli, Meksikanı ovalıqda, Florida yarımadasının şimal hissəsidir. B yerləşir Böyük Çin düzənliyində. Bunlar üçün ümumi xüsusiyyətləri istəyir. Bir də keçid iqlim quşağının musson iqlim tipi səciyyəvidir. Bəli, hər ikisində də subtropiki mussonu görə bilərik. Yağıntılar əsasən ilin soyuq dövründə yox, ilin isti dövründə, iyul-avqust aylarında düşür. Sarı və qırmızı torpaqlara rast gəlinir, düz deyil. Çünki hər ikisinin yayıldığı ərazilərdə musson meşələridir ki, musson meşələri də sarı və qırmızı torpaqlar. Musson və dəyişkən rütubətli meşələr var da, belə deyək. Hər ikisinin yayıldığı ərazilərdə. Və orada biz sarı və qırmızı torpaqlara rast gələ bilərik. Dəyişkən rütubətli meşələr təbii zonası formalaşmışdır deyilsə, bu da doğrudur. Platformanın qalxan yox, əyilmə zonalarıdır. Bu ərazilərdə yayılmış torpaqlara Avstraliya materikində rast gəlinmir deyə bu yanlışdır. Biz Avstraliyanın xərqində biz deyəcəyik dəyişkən rütubətli meşələrə böyük su arzaqlarının şərq yamacında rast gələ bilərik. Bu baxımdan doğru cavabımız olacaq 1, 3, 4 B variantı. Növbəti suala keçirilək. Şəkil sxemində Talış dağlarında mövcud olan azonal landşaft tiplərinin hündürlüyə doğru dəyişməsi verilmişdir. Hansı landşaft tiplərinin yerlərini dəyişsək, doğru ardıcıllıq müəyyən olunlar deyir. Mən az öncə qeyd etmişdim əslində ki, biz Talış dağlarında, ümumiyyətlə Lənkəran vilayətində landşaftlar bu şəkildə görürük. Düzən meşə, dağ meşə, quru dağ çölləri və dağ kislofit. Burada quru dağ çöllərinin, dağ meşənin yeri dəyişməlidir. Belə olmalıdır. Düzən meşə, sonra dağ meşə, sonra quru dağ çölləri və dağ kislofit. Yerlər dəyişməli olan məhz 2-dən 3-dür. 25 nömrəli test tapşırığı bərpa olunan təbii ehtiyatlara aid deyil. Su, bitki örtü, heyvanlar
heyvanat aləmi və torpaq tükənib bərpa oluna bilənlərdir. Amma fosforitlər bilirsiniz ki, mineral ehtiyatdır. Mineral ehtiyatlar da tükənib bərpa oluna bilməyənlərdir. Ona görə bərpa oluna bilməyənlər, yəni bərpa olunan təbii ehtiyatlara aid olmayan məhz fosforitlər olacaq. D variantı. Növbəti suala keçirik. Qarabağ fiziki coğrafi rayonuna aid olan xüsusiyyətləri müəyyən edin. Arazboy və Gəncə fiziki coğrafi rayonları ilə həmsərhəddir, düz deyir. Mülayim isti və soyuq iqlim tiplərinə rast gəlinir, düz deyir. Xarici ölkəli həmsərhəd deyir, xeyr, həmsərhəddir, Ermənistanla sərhəddir. Şərqi Göyçə silsiləsinə görə Ermənistanla dedik ki, həmsərhəd mövqeyidədir. Kəlbəzə və Şuşa şəhərləri Qarabağ fiziki coğrafi rayonunda yerləşir, düz deyir. Burada rayon söhbət deyil, şəhər, inzibati şəhər, yəni rayonların mərkəzini söhbət edir. Kəlbəzər rayonu mərkəzi, dəfələrlə demişəm ki, Kəlbəcər şəhəri məhz Qarabağ fiziki coğrafi rayonuna düşür. Diqqətli olmalısınız. 4 düzdür. Ərazisində Sərsəng və Xudafərin su anbarları yerləşir ifadəsi doğru deyil. Ona görə ki, Xudafərin Arazboyu fiziki coğrafi rayonunda yerləşir. Sərsəng amma doğrudur. Bərdə və Ağcabədi inzibati rayonları yerləşir ifadəsi biz deyəcəyik ki, doğru deyil. Məhz Bərdə və Ağcabədi biz bunları artıq bir hissəsini Qazax Qarabağ, bir hissəsini mərkəz arasında görəcəyik. Yəni, nəticə itibarilə bu düz deyil. Doğru cavab 1, 2 və 4 olacaq. C variantı. Növbəti sualımız. Afrikanın monarxiya idarə etmə formasına malik olan ölkələri üçün ümumi xüsusiyyətləri müəyyən edin deyir. Baxın, monarxiya deyəndə Afrikada biz bilirik ki, söhbət Mərakeşdən, söhbət Lesotodan və söhbət Esvatinidən gedir. Bundan başqa monarxiya yoxdur və bunun üçü də bilirsiniz ki, konstitusiya monarxiya dövlətləridir. İndi bunlar üçün ümumi xüsusiyyətlər seç. Konstitusiya monarxiyalardır, düz deyir. Materikdaxili mövqeyə malikdirlər deyirsə, bu Lesoto və Esvatiniyə aiddir. Mərakeş bilirsiniz ki, məhz yəni okean sahilində yerləşir. Ona görə də biz deyəcəyik ki, 2 doğru deyil. Əhalinin əksəriyyəti Niger Kordofan ailəsinə mənsubdur, bu doğru deyil. Niger Kordofan əsasən bu Afrikanın şərq hissəsində görülür. Mərakeş məsələn ərəbdir. Mərakeş aiddir Afro-Asiya dil ailəsinin Sami Hami dil qrupuna. Ona görə bu düz ola bilməz. BRICS təşkilatına üzv ölkə ilə həmsərhəddirlər. Gəlin xatırlayaq görə BRICS təşkilatı deyəndə bura hansı ölkələr aiddir? BRICS deyəndə bura Braziliya, bura Rusiya, bura Hindistan, bura Car, bura həmçinin Çin daxildir. İndi biz deyirik ki, BRICS təşkilatı üzv ölkə ilə həmsərhəddir fikri Lesoto və Esvatiniyə aiddir. Carla həmsərhəddir. Amma Mərakeşin qonşuluğunda BRICS təşkilatı üzv olan hər hansı bir ölkə yoxdur. Bu nöqtə nəzərdən 4 düzgün ola bilməz. Mülayim işıqlanma quşağında yerləşirlər, düzdür. Hər ikisi mülayim işıqlanma quşağındadır. Belə ki, Mərakeş şimal mülayim işıqlanma quşağında, Lesoto və Esvatini cənub mülayim işıqlanma quşağında yerləşir. Unitar inzibati ərazi quruluşuna malikdirlər, bəli, üçü də bunun unitardır. Doğru da 1, 5, 6, yəni B variantı olacaq. Növbəti sual. Verilmiş inzibati rayonlar üçün doğru fikirləri müəyyən edin. Baxa görə burada söhbət hansı rayonlardan gedir? Bir Daşkəsən də bilirsiniz ki, Daşkəsən rayonudur. 2 bilirsiniz ki, Tovuz rayonudur. 3 Ağstafa rayonudur. 4 Gədəbəy rayonudur. 5 Şəmkirdir. 6 isə Qazax rayonudur. İndi doğru fikir istəyir. Deyir ki, 2-ci, 3-cü və 6-cı rəqəmlərlə göstərilən inzibati rayonlarda mülayim isti, soyuq və yarımsəhra və quruçöl iqlim tiplərinə rast gəlinir. Tovuz, Ağstafa və Qazaxla bağlı bu fikir deyir. Yadda saxlamalısınız ki, verilən bu 3 inzibati rayonda da biz qışı mülayim keçən yarımsəhra quruçöllə qışı quraq keçən mülayim istiyə rast gələ bilərik. Yəni, bunun heç birində də soyuq iqlim tipi yoxdur. Ona görə bir düz deyil. Deyir, 1-ci, 4-cü və 5-ci, yəni Daşkəsən, Gədəbəy və Şəmkir. Bu inzibati rayonlar eyni iqtisadi rayon tərkibinə daxildir. Səhv deyir. Gədəbəynin Şəmkir, Qazax, Tovuza aid olsa da, Daşkəsən iqtisadi rayon olaraq Gəncə Daşkəsən iqtisadi rayonuna tabidir. 3-cü bəndə baxaq. 5 və 6 rəqəmlərlə göstərilən inzibati rayonlar, yəni Şəmkir və Qazax.
Deyir, iki tektonik zonada yerləşir. Düz deyir. Hər ikisi də Getdi, nə tərəfə bəs getdi? biz dedik ki, yerləşir Kiçik Qafqaz tektonik qalxması ilə Kür tektonik əyilməsində. Hər bir inzibati rayon daxilində yalnız bir şəhər mövcuddur ifadəsi doğru deyil. Ona görə ki, burada Tovuzun mərkəzində Tovuzda iki şəhər var. Tovuz və Qovlar şəhəri. Ona görə dördüncü bənd doğru deyil. Burada doğru cavab olacaq yalnız 3. C variantı. Növbəti. Ekstremal təbii şəraitdə yerləşən şəhərlər deyirsə, A variantı Vancouver, Santiago, Buenos Aires verilib ki, bunlardan yəni heç biri ekstremala düşmür. Dehli, Madrid, Mogadisho. Mogadisho Somalinin paytaxtı bilirsiniz. Bunlar da ekstremal deyirlər. Oslo ekstremal deyil. Vilnius bu da ekstremal deyil. Şanxay da həmçinin. Manila, Wellington, Hanoi bunlar da normal ağıl başında şəhərlərdir belə deyək. Amma La Paz, Reykjavik və Ulan-Batorla bağlı o düşüncə deyiləm. Çünki La Paz dünyanın ən hündürdə yerləşən paytaxt şəhəridir. Ona görə hündürlüyünə görə ekstremaldır. Reykjavik subarktik iqlim quşağında yerləşən yeganə paytaxt şəhəridir. İqlim baxımından ekstremaldır. Ulan-Batordakı həm dağlıqdır, həm səhra bölgəsində yerləşir. Ona görə də Ulan-Bator biz qeyd edəcəyik ki, yəni ekstremal bir şəraitə malikdir. Bu baxımdan Y variantı biz deyəcəyik ki, ekstremal təbii şəraitdə yerləşən şəhərlər olan variant. İranla deyir həmsərhəd olub, lakin fərqli iqtisadi rayonlara aid olan inzibati rayonlar. A variantı Lənkəran və Füzuli. Ümumiyyətlə Lənkəranın İranla qonşuluq mövqeyi yoxdur. Ona görə A variantı olanmaz. Cəbrayıl və Zəngilan. Cəbrayıl və Zəngilan İranla qonşudur və hər ikisi eyni iqtisadi rayonda yerləşir. Şərqi Zəngəzurda. Olmaz. Ağcabədi və Beyləqan deyirsə, Ağcabədinin ümumiyyətlə İranla qonşuluq mövqeyi yoxdur. Masallı və İmişli deyir. Masallının ümumiyyətcə bilirsiniz ki, İranla qonşuluq mövqeyi yoxdur. Cəllabad və Biləsuvar. Hər ikisinin də İranla qonşuluq mövqeyi var və fərqli iqtisadi rayonlarda yerləşirlər. Cəllabad aiddir Lənkəran Astara iqtisadi rayonuna, Biləsuvar aiddir Şirvan, Salyan iqtisadi rayonuna. Doğru cavab olacaq Y variantı. 31. Xəritə sxemə və Eylerven diaqramına əsasən uyğunluğu deyir müəyyən edin. Deməli, burada bir şey var ki, texniki bir problem var. Burada biri qeyd eləmək yaddan çıxıb, bir burada olmalıydı. Aynen benim kəsişdiyi yerdə olmalıdır bir. İndi gəl baxaq. Burada A-da hansı ölkədən söhbət gedir? İspaniyadan. B-də hansı ölkədən gedir? Deməli, Almaniyadan. C-də hansı ölkədən söhbət gedir? Təbii ki, Mazaristandan. Aha. Avropa İttifaqı və NATO təşkilatına üzv ölkədir. Həm Avropa İttifaqına, həm də NATO təşkilatına üzv ölkə deyirsə, bir uyğun gəlməlidir hamısına. Çünki İspaniyada, Almaniya, Macaristan üçü də Avropa İttifaqının və NATO'nun tərkib hissəsindədirlər. Ona görə də biz biri götürəcək 2-yə, belə yazaq. 1, 2, 3 və 4 yazaq. Aha, bir getdi hara? 2-yə. Sonra, əhalisinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Bu da Mazarlar bilirsiniz ki, Ural dil ailəsinin Fin-Ugor dil qrupuna daxildir. Amma Almanlar Hind-Avropa dil ailəsinin German, İspanlar Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aiddir. Ona görə ikinci fikir, məhz İspaniya və Almaniya üçün oxşar olan fikir olduğu üçün 3-ə yazılmalıdır. Yəni, daha doğrusu 3-ə yox. 1-ə yazılmalıdır. Çünki A ilə B-nin oxşar xüsusiyyətidir. Ona görə 2 getdi 1-ə. Sonra, paytaxtı okean və dəniz sahilində yerləşmir. Bunun üçünün də paytaxtı okean və dəniz sahilində yerləşmir. Ölkənin mərkəzində yerləşir. Ona görə də 3 hər ikisi üçün oxşardır. Hər üçü üçün oxşardır daha doğrusu. Slavyan dilli xalqların üstünlüyü təşkil etdiyi ölkələrlə həmsərhəddir deyirsə, bu Almanlara və Mazarlara aid. Məsələn, Almaniya qonşusu bilirsən ki, Polşadır. Amma məsələn, Macaristan qonşuları arasında məsələn, Slovakiya var. O da məsələn, Almanların qonşusu olan Polşa, Mazarların qonşusu olan Slovaklar məsələn, Slavyandır. Deməli, hər ikisinin də qonşusunda Slavyan var, amma İspaniya qonşusunda Slavyan dilli ölkə yoxdur. Ona görə də deməli, 4-cü bənd B və C üçün oxşardır. Yəni, 4-ə getməlidir. Sonra, G20 ölkələrindən hesab olunmur. G20 ölkələrindən hesab olunmursa,
G20 ölkəsi, Almanlar G20'dir ama İspanlarla Mazarlar yok. Ona göre de bu A ilə C'ye uyğun gələcəkdir. Yəni 3'ə. Demək 1'ə 2, 2'yə 1, 3, 3'ə 5, 4'ə 4 olmaq doğru cavab deyəcək D variantıdır. Növbəti sualımız. Avstraliya İttifaqına aid olan iri dəniz limanları müəyyən edin. Mən də bu sualı səhv yazan müəllimimiz gərək ki 30'un həqiqətən bir əməli təkərləsin. Çünki mən Avstraliya İttifaqının limanları o qədər soruşmuşam ki, da məncə bunu artıq siz öz doğma eliniz obanız kimi əzbərdə bilməlisiniz. Təbii ki, doğru cavab olacaq. Bu da A variantı. Port Hedland, Tampere, Newcastle Avstraliya İttifaqına aiddir. Santos bilirsən ki, Braziliyanındır. Valdez ABŞ-ındır. Tampa ABŞ-ındır. Olmaz. Richards Bay Carındır. Kure Yaponyanındır. Tampico Meksikanındır. Olmaz. Ulusan Cənubi Koreyanındır. Tiba Yaponyanındır. Seattle ABŞ-ındır. Olmaz. Tubaran bilirsən də Santos Tubaran Braziliyanındır. Nimbo Çinindir. Howard Fransandır. Bu da olmaz. Doğru cavab olacaq məhz A variantı. İqtisadiyyatın ikinci sektoruna aid olan təsərrüfat sahələri müəyyən edin. Əziz yoldaşlar, ikinci sektor emal edici sənayedir. Emal edici sənaye. Bax, A variantı daş kömür hasilatı. Daş kömür hasilatı bilirsən ki, birinci sektordur. Və yaxud da ki, turizm, xidmət sektoru, yəni üçüncü sektora aiddir. Olmaz. Və yaxud da ki, neft hasilatı birinci sektora aiddir. Bank xidməti üçüncü sektordur. Olmaz. Amma metallurgiya sənayesi, konserv sənayesi, pambıq parça istehsalı bunlar aiddir. Məhz iqtisadiyyatın ikinci sektoruna, emal edici sənayeyə. Pambıq parça istehsalı bilirsə yüngül sənayeyə aiddir. Nəticə etmələ doğru cavab olacaq B variantı. Növbəti sual. Qarabağ İqtisadi rayonuna aid olmayan xüsusiyyətləri müəyyən edindir. İnzibati rayonların sayı şəhərlərin sayından daha çoxdur ifadəsi doğru deyil. Zaten doğru olmadığına görə seçəcəyik. Çünki inzibati rayonların sayı şəhərlərin sayından üstün olan cəmi bir dənə iqtisadi rayon. Burada Naxçıvan. Qida qanunlarında ya rayon sayına şəhər sayı bərabər, ya da şəhər sayı rayon sayından çoxdur. Qarabağda isə şəhər rayondan çoxdur. Horadice və Xankəndi şəhərinə görə. Mərmər, gil və neft ehtiyatlarına malikdir ifadəsi doğrudur. Ərazisində köndələn tərtər və həkəri sayılar axır ifadəsində tərtərə görə düzgün deyil. Həkəri görə düzgün deyil, tərtər deyirəm. Köndələnçay və Tərtər Qarabağ İqtisadi rayonundan axır, amma Həkəri Şərqi Zəngəzur İqtisadi rayonundan axır. Ona görə olmaz. Ona görə biz bunu seçirik daha doğrusu. Aid olmayandır. Beynəlxalq hava limanı fəaliyyət göstərdiyi ifadəsi doğrudur. Füzuli və Xankəndi beynəlxalq hava limanları var. Sahəsinə görə yalnız Şəki-Zaqatala İqtisadi rayonundan geri qalır ifadəsi doğru deyil. Çünki Qarabağ heç bir iqtisadi rayondan geri qalmır sahəsinə görə. Bütün iqtisadi rayonlardan böyükdür. Çünki ölkəmizin ən böyük iqtisadi rayonudur. Ölkəmizin ən kiçik iqtisadi rayonu isə Bakı İqtisadi rayonu. 5'i biz aid olmayan xüsusiyyət kimi seçirik. 2 inzibati rayonu Kür, 1 inzibati rayonu isə Araz çayının sahilində yerləşir. İnzibati rayonlarının Füzuli Araz sahilindədir. Deməli, həqiqətən də bir inzibati rayonu Arazın sahilindədir. O da hansı olduğu? Füzuli. Deməli, Araz sahilində olan olduğu məhz Füzuli. Kürün sahilində yerləşən isə Bərdə və Ağcabədi olacaqdır. Deməli, 2 inzibati rayonu oldu Kürün sahilində, 1 inzibati rayonunda oldu gördüyünüz kimi Arazın sahilində. Deməli, 6 düzdür. Yanlış olan 1, 3 və 5 olacaq. Yəni D variantı. Növbəti. Respublikamızın kənd təsərrüfatı ilə bağlı doğru fikirlərdir müəyyən edin. Deməli, baxaq. Bir alçaq dağlıq və dağətəyi rayonlarda yazlı taxıl əkinləri üstündür. Etiraz eləmirəm. Yığılan taxıl məhsullarının çox hissəsi heyvandarlıq və quşçuluqda yem məqsədə istifadə olunur. Buna da etiraz eləmirəm. Çünki biz bilirik də bizdə yem məqsədli geniş istifadə olunur taxıldan. Yoxsa tələbatımızı ödəyəriz, ithal eləmərik. Maldarlıq əsasən yay və qış otlaqlarına meyl edir. Bu ifadə doğru deyil. Bu sinif dərsliyində də olan bir ifadədir. Bilməlisiniz ki, məhz maldarlıq yox, qoyunçuluq yay və qış otlaqlarına meyl edir. Maldarlıq isə taxıl əkin zonalarına meyl göstərir. Alçaqdağlıq əraziləri torpaqların şoranlaşması intensiv gedir ifadəsi doğru deyil. Çünki şoranlaşma alçaqdağlıq ərazilərdə yox, düzənlik ərazilərdə görülür. Naxçıvan düzənliklərində qışın sərt keçməsi orada soyuğa davamlı qoyun cinslərinin yetişdirilməsini tələb edir. Bu da doğru ifadədir.
Gəncə Qazax düzü gərzəkli meyvəçilik və tütünçülük üzrə ixtisaslaşmışdır ifadəsi doğru deyil. Gərzəkli meyvəçilik və tütünçülük üzrə ixtisaslaşan ərazi Qanıq Əyriçay çökəkliyidir. Gəncə Qazax düzü yox. Ona görə doğru cavab 1, 2 və 5 olacaq. Y variantı. Növbəti. Qəhvə istehsalına görə fərqlənən Asiya ölkələri deyirsə, məsələn, bax, burada Türkmənistan gözümə baxdı, Türkmənistanda yoxdur. Suriyada da yoxdur. Suriyada ama olmalıdır, amma şeydə yox, Türkmənistanda yoxdur. Deyək. Əfqanistanda yoxdur. Sonra, deməli, Butanda yoxdur, Nepalda yoxdur. Vietnamda var, Hindistan'da var, İndoneziyada da var. Doğru da belə olacaq A variantı. Respublikamızın sənayesi ilə bağlı doğru fikirlərdir, müəyyən edin. Baxaq. Bir Gəncə alüminium oksid istehsal edir, düz deyir. Mən bunu demişəm ki, sizə Gəncə alüminium zavodunda alüminium oksid əldə olunur, sulfat turşusu əldə olunur və zəy daşı əldə olunur. Gəncə Daşkəsən İqtisadi rayonu elektrik enerji istehsalına görə Aran İqtisadi rayonunu geridə qoy, xeyr. Əksinə Aran enerji baxımından Gəncə Daşkəsindən üstündür. O boyda biz deyəcəyik ki, Aranda Mingəçevir su elektrik stansiyası var. Yeni Azərbaycan diresi var. Yəni, Aran enerji baxımından, hətta onun sonra Varvara su elektrik stansiyası var. Mərkəzi Aran. Ona görə Mərkəzi Aranın enerjisi Gəncə Daşkəsindən çoxdur. Emal, bəndə bax, diqqətlə baxın, ha. Deyir, emal sənayesinin üstün inkişafı ticarət balansının müsbət olmasına səbəb olmuşdur. Sən də bu variantı seçmişsən. Afərin sənə. İndi bax, diqqət eləməli bir məqam var. Bir çox müdavinlər burada nəyə diqqət edir? Ha, da Azərbaycan ticarət balansı müsbətdir də. Niyə bu olmasın ki? Bizdə ticarət balansının müsbət olmasının səbəbi mən qeyd eləmişdim ki, ölkəmizin hasilatı ilə bağlıdır. Biz nefti xam mal şəkildə çıxar, satırıq. Xam mal formasında satışımız çox olduğuna görə bizim ixracımız idxalımızı üstəliyir. Ona görə bizdə ticarət balansı müsbətdir. Bizim yoxsa hansı emal edici sənayemiz var ki, elə güclü. Biz dünya bazarına emal edici məhsullar çıxaraq. Ona görə biz deyəcəyik ki, burada ticarət balansının müsbət olmasını aldanmamaq lazımdır. Aydındırmı? Yəni, emal sənayesinin üstün inkişafı ilə yox. Hasilat sənayesinin üstün inkişafı ticarət balansının müsbət olmasına səbəb olmuşdur. Ağır sənayinin əsas müəssisələri ölkəmiz cənub rayonlarına cəmlənmişdir ifadəsi doğru deyil. Bizim cənubda hansı ağır sənaye müəssisəmiz var ki? Biz ağır sənaye hansıdır? Elektroenergetika, maşın qayırma, metalurgiya, kimya, meşə. Cənubda bir dənə modul tipi ES var. Astarda və Lerikdə, energetikada. Və sonra nə maşın qayırma var, nə metalurgiya, nə kimya, nə tikinti, nə meşə, heç bir sənaye sahəsi yoxdur. Ona görə 4 səhvdir. Respublikamızın sahəsinə görə ən kiçik iqtisadi rayonu, yəni Bakı iqtisadi rayonu, sənaye məhsulları istehsalının payına görə ölkəmizdə birincidir, düz deyir. Doğru cavab 1-5 olmaqla B variantı olacaqdır. Sonra, xəritə sxemi əsasən uyğunluğu deyə müəyyən edin. Burada nə verilir? Burada şeylər var. Türk qurumlardır. Burada olacaq bir Çuvaşiya. Bir Çuvaşiyadır. İkinci olacaq, burada bunlar arasında yerləşən Tataristandır. Üçüncü yerdə isə deyəcək ki, Başqırdistandır. Başqırdistan. Ona görə də uyğun gələcək 1-ə Çuvaşiya, 2-yə Tataristan, 3-ə Başqırdistan. Y variantı. 39 nömrəli test tapşırığı deyir, neftlə daha çox çirklənməyə məruz qalmış sövzələr. İndi burada elə variantlara baxanda cavab tapı bilərik, hər halda. Doğru cavab burada olacaqdır. Elə C variantı. Neftin çıxarıldığı sövzələr. Meksika körfəzi, Şimal və Karib dənizləri. Doğru cavab C-dir. Və nəhayət 40-cı suala baxırıq. Burada deyir ki, xəritə sxemi əsasən iqtisadi rayonlar əhalinin sayının azalmasına görə sağlayan. Açığı bu konkret statistika tələb edən bir sualdır. Yəni, bunu statistikaya baxmadan yazmaq belə çətindir. Açığı bu sualı göründü. Mən statistikaya baxmışam. Statistikaya baxanda biz görürük ki, mərkəzi aranı düz təxmin bilirəm, amma yenə də dəqiqləşdirmək üçün statistikaya baxmaq mütləqdir. Burada biz deyəcəyik ki, mərkəzi aranda 700 minə yaxın olmalıdır. Mərkəzi aran burada ən çox əhalisi olandır. Sonra səhv eləmirəmsə Qazax Tovuz gəlir. Sonra Quba Xaçmaz gəlməlidir. Və bunlar arasında ən az 1000 muğamda olacaq. Yəni ardıcılıq olacaq D variantı 2, 1, 3 və 4. Yəni bu konkret statistika tələb edən bir sual, belə deyək də. Olacaq D variantı. Belə, ümid edirəm ki, 40 sualın hər birinin izahı sizlər üçün tam olaraq aid olmuşdur və ümid edirəm ki, deməli, sadə
suallarda səhv etməmişsinizdir. Bu kadar.